bir tərəfdən başımızın üstündə ağıllı, güçlü, təcrübəli, mərd, qətiyyətli əmr verən Ali Baş Komandan Heydər Əliyev. İkinci artıq 92, 93, 94 üçüncü il müharibə gedirdi. Artıq komandirlər təcrübə toplamışdı, əskərlər təcrübə toplamışdı. İki, üstünə gəl, Tərkər əhalisi. Təsəvvür edin ki, döyüşlər gedir. Bir şey də xatırladım mən, Hümayət. Buyurun. Tərkərin müdafiəsində mən bilavasitə şikayət eləməmişəm. Amma Tərkərin müdafiə olunmasında, Tərkərin qorunub saxlanmasında mənim də payım var. Nətər oldu. Hardasa 94-cü ilin aprel ayıydı. Tərkər istiqamətində qanlı döyüşlər gedir. Mən də Pirkişgüldə qərargah rəisiyəm. Mart ayında nə var idi? Verdik, payladı uşaqları. Uşaq yığmışıq, 10, 15, 20 günün 18 yaşında uşaqlardı. Hər gün Elbrusla əlaqə saxlayırdım. Tarixi deyərdiniz də, hansı tarixi yadınızda qalır? Aprel ayıydı. İl? 94-cü il. 94. Niyə yapmışdı? O 94-cü ilin yanvarın sonlarında təyin olundu. O istiqamət üzrə təyin olundu komanda. Bu isə 94-cü ilin aprel ayıydı. Döyüşlər başladı. Martın sonunda başladı döyüşlər. Belə qızğın döyüşlər. 48 gecə. 49 gün. 49 gün. Ağır döyüşlər gedir. Mən də belə gündə də olmasa 2 gündən bir əlaqə saxlayıram onun vəziyyət nətərdir. Günlərin bir günü soruşdum, nətərdir vəziyyət çox ağırdır. Hansı vəzifədəydiniz o vaxt siz? Mən Pirkişgüldə brigada komandiri müavini qərargah rəisi idim. Deyim, indi yığdığımız da 10-15 gün uşaqlarıdır. Bunlar verisi ödək, elə belə də qurban verəcək. Sonra və də bunu danışanda birdən yetmiş deyim, amma deyəm, məndə mütəxəssislər var. Mütəxəssislər də kim idi? Bilirsiniz də, iki mərdin yanında bir dənə namərd tapılır. O vaxtda da baxmır ki, yüksək vətənpərvərlik ruhunda hamı yaşayırdı. Baxmayaq ki, ön xəttə qəhrəmanlıq nümunələri göstərirdilər. Onunla belə qorxan da var idi. Onunla belə qorxu altına düşüb hərbi səni buraxıb gedən də var idi. Fərarilik. Fərarilik. Amma o vaxtı mən icazə alıb Baş Qərargah rəisindən, Müdafiə Nazirindən kim hərbi hissəni buraxıb getmişdi, onları toplamaq üçün komanda ayırmışdım və haradasa bir 110-120 nəfər belə bir şəxs neçə aydı. Haradasa bir il ərzində o hansı buraxıb getmişdi, toplamışdıq və onlardan xüsusi bir qruplar yaradmışdım. Avtomatik qumbara atan heyətləri, AQS 17. Orada mən heyətlər təyin etmişdim, Faqot tank əleyhinə, idarə olunan tank əleyhinə raketlər heyətləri hazırlayırdım. Onlardan hazırlayırdım mən snayper, 20 nəfər snayper. Ondan sonra SP-9 tank əleyhinə qumbara atan dəzgahlı. Bir yadma düşdü ki, deyim, məndə belə vahid bir döyüş bölməsi yoxdur, amma mütəxəssislər var.
Özdə mən o mütəxəssisləri artıq yoxlamışam, sınavdan keçirmişəm. Sadəcə bir problem var. Nə problem? Deyirəm, onlar hamısı fərəridir. Hərbi hissə buraxıb gediblər, düşüblər siyahılar. Biz də bunları hamısını vermişik Müdafiə Naziri məruzələmişik. Sonra yığmışıq. Amma siyaha qaytara bilmir axı. Deyirəm, imkan varsa sən başqa rəf rəisinə məruz elə. O icazə versin, biz onları qaytaraq, hərbi hissəyə qaytaraq, adlı siyahlara salaq. Ondan sonra ikinci bir əmr, biz onları elzam eləyək tərəfdar istiqamətlə. Belə də oldu. Canlı qüvvə hazırladı. Qaldı ki, Himayət Qubadov haqqında mən eşitmişdim Elbustan. Elbustan görüşəndə, eləyəndə, soruşanda komandirlər kimdir? Rəhmətli General Fikrət Məmmədov, General-mayor Lənkəran Əliyev, hansı ki, o vaxtı əsas müdafiə istiqamətində 703-ün brigada komandiri idi. Rəhmətli Milli Qəhrəman Polkovnik Eldar Ağayev, 776-ın komandiri. O vaxtı tabur komandiri, indi General Polkovnik Hikmət Mirzəyev, 772-nin komandiri idi. 777 Rövşən Əkbərov. Onlar haqqında və o cümlədə Himayət tərtər 1, tərtər 2 taburlar var orada könüllülərdən, hansı ki döyüşürlər. Onlar hərbi təhsilli idi də, Lənkəran müəllim Almaniyada oxumuşdu. Onlar qədər indi yox, onlar oxumuşlar burada, amma xidmət eləmişlər o dövrdə Sovet ordusunun müxtəlif bölmələrində. Peşəkar hərbiçiləri. Krenovski voyenlər. Bəli. Amma tərtər 1, tərtər 2 döyüşçüləri, onlar könüllülər idi. Onları bilirəm. Himayət kimi vətənpərvər, amma hərbi təhsili olmayanlar. İndi qınamasınlar cənab Yılmaz, başqaları. Bilsinizcə, mən açığım dedim, o mənim. Bu peşəkarlıq hərbi hissə istəyir 5 dənə akademi qutar. Mən rəhməti Ulu öndərimiz Heydər Əliyev sözlərini deyirəm. Birinci Gənclər Forumunda mən iştirak elədim. Lapsifdə Azərbaycanda o prezident dövrü birinci və qabaq Yeni Sarayda indi Heydər Əliyev. O sarayda Səfər Əbiyevi qaldırdı ayağa. Dedi, qalx. Dedim, mənim sənə nəsiyyətim, deyir, bunu yaddan çıxartma. Baxmayaraq ki, insan deyir, 5 dənə akademi qutarsın, qızıl medalla qutarsın, nə bilim, fərqlənmə qutarsın, hər bir. Əgər onun idarəçiliyi etmə qabiliyyəti yoxsa, o şəxsiyyəti arxasınca apara bilmirsə, nə bilim, bunları eləyə bilmirsə, ondan komandir çıxmaz. Onu qoy qərəqətə oturub yazı pozisyon ilə məşğul olsun. Komandir o şəxsiyyəti arxasına apara bilir. Azərbaycan bizim vətənimizdir. Hər bölgəsi də bizim vətənimizdir. Bizim müqəddəs vəzifə borcumuzdur. Canımızla, başımızla torpaqlarımızı müdafiə edir. 1993-cü ilin noyabr ayında rəhmətli Ulu öndər Heydər Əliyev o vəziyyətin gərgin momenti olanda Bərdəyə gəldi. Füzuli, Cəbrayıl, digər o zapislər var məndə. Hamısı gəlirdik, Bərdəyə gəldik, Tərtər haqqında tapşırıldı. Və yaxud cənab general gözəl vurğuladı. Biz əgər Tərtəri götürsəydə biz harada gedin mövqü qurarıq. Orada tapşırığı verdi. O vaxtda hərbiçilər hamısı yığılıb cəlb olurdu. Mən də Yevizarski aparatda getmişdik ora Bərdəyə. O vaxt rəhmətli görmüşdü. Mənim şəxs özüm yox ha. Cənab generalın qardaşına demişdi. Demişdi ki, bu adam, sarıqlı adam bu vəziyyətdə niyə buradadır? Cənab generalın qardaşı demişdi, o bizə lazımdır, biz onu gətirmişdik. Onda göstəriş vermişdi ki, bu primeriya olan kimi, atışkəs olan kimi təcili Bakıya göndərir. Mən onu göndərəcəm Türkiyə. Mənə. Yəni, biz onda söz vermişdik ki, nəyin bahasına olursa olsun, Tərtəri biz qoymarıq geçsin. Tərtər o qədər
Çox strateji mövqedir. Mövqe. Bəli. Əməlli başlı Hamı olan onu başa düşürdü. İnsanları da ayrı cür ruh. Beləliklə biz ona gəlib çıxdıq ki, 1994-cü ildə Ulu öndərimiz Heydər Əliyev Tərtər istiqamətində toplamışdı ən mükəmməl qüvvələri, döyüşkən briqadaları, hərbi hissələri və ən peşəkar komandirləri. Və o komandirlər oran müdafiəsini təşkil edəndə döyüş təcrübələrə əsaslanırdılar. Axı, hamı 92-ci, 93-cü ildə döyüşürdü. Bir var ki, Himayət burada qeyd etdiyi kimi hərbi savad, bilik. Bir də var ki, hərbi təcrübə. Keçmişlər. Biz bilirik ki, o həqiqət, əsl həqiqət hardan gəlir? Təcrübədən. Həyatdan. Biliyi tətbiq edirsən, biliyi nəticə verirsən, bu deməkdir ki, bu əsl həqiqətdir. Ona görə də 92, 93, 94-cü ildə artıq o hərbi biliklər tətbiq olunmuşdu. Hansılar nəticə verirdi, imkan verirdi həm tapşırığı yenitirməyə, həm də təbilində olan döyüşçülər qoruyub saxlamağa onlar istifadə olunurdu. Himayət Qubadovda öz dostları ilə və onlar kimi digərləri, kimlər hərbi məktəb qutarmadılar, onları elə bu komandirlər müharibə məktəbini oxuyurdular. Onların yanında olan komandirlərdən öyrənirdilər. Müşavirələrdə, toplantılarda, komandirlər gələndə onları yoxlamağa, onları bölmələri, onlardan soruşurdular, eləyirdilər. Bununla da onlar öyrənirdilər. O hərb sənəti öyrənirdilər və mükəmməl öyrənirdilər. Himayətin ləqəbi o vaxtdan voyin, döyüşçü kimi qalır. Döyüşçü kimi. Və görüşməyimiz isə gəldi çıxdı ondan 1996-cı ilə. 1996-cı ilin yanvar ayında mən təyinat aldım Naxçıvana 705 əlayətli mototıcı diviziya xidmət eləməyə və orada artıq mən müşavirələrin birində görüşdüm Himayətlə. Sonra da elə oldu ki 2000-ci ildə mən təyin olundum briqada komandiri, o briqadada 1-ci tabur komandiri Himayət idi. Və biz Himayətlə 2 il sintinə omuz-omuza verib bircə xidmət elədik. Çalışdıq təbilimizdə olan zabitləri, əskərləri öyrədək, bunların peşəkarlığını artıraq. 25 il. 25 il biz xidmət elədik Naxçıvanda və demək olar ki, mənim ordu quruculuğunun təməlini qoydunuz, möhkəmləndirdiniz. Naxçıvanın müdafiəsini başda bizim komandirimiz general polkovnik Kərəm Mustafayev olmaqla təməli qoyuldu, ordu quruculuğu orada aparıldı, yüksək səviyyələrə çatdırıldı və əlayətdə bugünkü gün orada yerləşən əlayətdə qoşun ordu qarşısına qoyan bütün tapşırıqları şərtsiz yerinə yetirir və bundan sonra da yetirməyə qadirdir. Və 25 il bircə xidmət edərkən, bərabər xidmət edərkən mən görürdüm ki, nətər Himayət yüksəlir. Yüksəlir tək rütbələrdə yox, tək vəzifələrdə yox. O vuruladı burada işte, mən qutardım hərbi xidməti polkovnik rütbəsində, briqada komandiri vəzifəsində. Amma o səviyyə çatmaq üçün bilə-bilə, addım-addım toplayırdı bilik və təcrübə. Və Himayəti
himayəti orada seçdirən, digər zabitlərdən seçdirən nə idi? Birinci, yüksək vətənpərvərliyi. İkinci, yüksək işgüzarlığı. Üçüncü, bu insan çox sədaqətlidir. Əsas amillərdən biri. Öz sədaqətli, öz vətəninə, öz xalqına, öz peşəsinə. Öz komandir. Və komandirlərinə. Əsas amildir. Komandirlərinə. Bax, bu amillər imkan verdilər ki, o orada 25 il xidmət eləsin, böyük bir hörmət qazansın, nüfuza malik olsun, bu rütbəyə, bu vəzifəyə çatsın. Və birinci gündə, kim xidmət eləyib Himayət müəllimlə, onun xətrini çox istəyir. Allah ömür versin. Mən şəxsən çox şadam ki, belə döyüşçü mənim tabirimdə xidmət edir. Mən şəxsən onun kimi zabitlərlə və o Himayət Qubadov kimi minlərlə zabit xidmət edib Naxçıvanda. 10 minlərlə əskər xidmət edib, kimlər canından, qanından keçməyə hazır idilər. Mən fəxr eləyim ki, belə bir insanlarla mən xidmət eləmişəm və birinci gün bu əldə etdiyimiz suverenlik, əldə etdiyimiz azadlıq, müstəqillik, əvəzi bütövlüyümüz, onlar hamısı Himayət Qubadov kimi insanların, oğulların, igidlərin, döyüşçülərin xidməti, əziyyəti əsasında əldə olunur. Sağ olun, çox sağ olun. Asim danışsın. Asim qəribə bir dənə hekayə dedi, mən xatırladım. O vaxt çox gənc idi. 18-19 yaşlı olardı. 21-22 yaşım. 21-22 yaşıydı. Qasımov, Dabudoğlu, Asim bu hadisələrin içində və bizim 32-3 il bundan qabaq, bəli, çox gözəl xatırladınız. Elə bir ki, kino lenti kimi keçdi mənim gözümün qabağından. Qaranlıq idi. Bizi butulkanı sındırıb, lampaya keçirib, işıq saçsın deyə qeydlər götürürdük dəftərə. O həbsxanadakilərini da buraxmışdılar orada. Bəli. O da qeyri-adi danışıqlar edirdi sizdə. Əli, yadımdadır. Biraz belə. Buyurun. Allah rəhmət eləsin. Çox yaxşı. Amin, amin. Bugün Dəliqanlıydı. Dəyərli media nümayəndələri və qonaqlar. Bugün biz ehtiyatlı olan polkovnik Qubadov Himayət Yahiyoğlu'nun keçirdiyi döyüş yolunun onun hərbiçi kimi formalaşmasına və göstərdiyi şücaəti xatırlamaq üçün buraya toplaşmışıq. Mən onların şahidi kimi deyə bilərəm ki, Himayət adı yalnız bir nəfərin adı deyil, o bir döyüş məktəbidir. 1992-ci il dekabr ayında Himayət bizim bu tabira leytenant kimi qoşuldu. Himayətlə döyüşümüz Vəngin qışlaq altlanan strateji əmniyyətli ərazidə baş verdi. Lakin çox keçmədi, aydın oldu ki, bu insan sıradan bir zabit deyil. İlk döyüşdən davranışı, qərar verməsi ilə, soyuqqanlığı ilə seçilirdi. Bu sahəsiz əməliyyatlarda bir yerdə oldu. Və əminliklə demək olar ki, hər döyüşün içində himayətin izi var. Hər bir döyüşün içində himayətin izi var. Xüsusilə o dövrdə vəziyyət daha da ağırlaşanda rəhmətli vəzir yaralandıqdan sonra vəzir Orucov yaralandıqdan sonra ikinci dəfə döyüşə qatıldı. Döyüşə qatıldıqdan sonra tam sağalmamışdı həm də. Və həm də tam sağalmamışdı. Bəli. Himayətin üzərinə düşən vəzifə 2 qat artdı həmin dövrdə. Rəhmətli vəzir himayətə o qədər inanırdı ki, ən ağır tapşırıqları himayətə həvalə edirdi. Bilirdi ki, vəzirə də hamı inanırdı. Bəli, vəzirə də hamı inanırdı. Vəzir də həm döyüşlərdə, həm də belə ən ağır tapşırıqları himayətə həvalə edirdi ki, bilir ki, bu tapşırıqların öhdəsindən layiqincə, itkisiz gələcək.
İndi o vaxtı dövrdə Ağdam rayonunda 10.000 şəhid var. Təkcə Tərtərin o vaxtı dövrdə 500-ə yaxın şəhid olmamışdı. Amma Tərtər Ağdərənin 56 rayonunu azad eləmişdi. 56 rayonu bu nəyə görə belə olmuşdu? Orada Hümayət kimi, Rəhmətli Vəzir Orucov kimi, Elman Hüseynov kimi, Ədalət Paşayev kimi, İlham Mustafayev kimi, İnqilab Ağayev kimi, belə bizim komandirlərimiz olmuş ki, bizim rayondan da 2 qız döyüşmüşdü. Məlahət Mustafayeva. Məlahət Mustafayev. Danışarsınız haqqında bir-iki kəlmə. Danışarım. Ceyran bir də. Ceyran. Aha, buyurun. Bunların hesabına, bu komandirlərin hesabına və bizim indi hal-hazırda ehtiyatda olan generalımız Lənkəran Əliyevin hesabına. Onun adını çəkməmək olmaz. Bəli, birinci kitabında var onun haqqında yazı. Lənkəran Əliyev, general Lənkəran Əliyev hərbi hissə komandiri keçən kimi birinci hücum mövqeyini yox, müdafiə mövqeyini seçdi. Nəyə görə müdafiə mövqeyini? Ehtiyat tavrımız yox idi. O pis deyirlər ki, biz əgər hücuma keçsək, bacara biz gelib alırdıq. Ondan əvvəl də gelib alırdıq. Amma arxada qüvvəmiz yox idi ki, bizə köməklik göstərə. Müdafiə mövqeyimizdə tutandan sonra erməni bir adımda rəli gedə bilmədi. O axırıncı döyüşlər 49 günlük deyək. Onda 49 günlük erməni özünə bir vəzifə qoymuşlar ki, mayın 9-unda Bərdənin Zümrüxaş kəndində, Zümrüxaş kəndi var. Orada parad keçirtməliydilər. 1500 nəfərin Tərtər hücuma keçmişdir. Özlərinin dediyinə görə 20-25 nəfər orada salamat adam qalmışdı. Ermənilərin Spanagert polkundan. Bunlar yaxın matəm saxladılar, değil mi? Buna indi baxsalar YouTube-da özləri də. Daha doğrusu, mən sözü kəsirəm. Həmin döyüşlər ərəfəsində Rusiya Federasiyasının Gürcüstanda olan qoşun hissələri Qarabağa döyüşə yeridildi. Bu konkret faktlarla da var. Onların orada bir diviziyası dağıdıldı və 200-dən artıq zirehli texnikası məhv edildi. 3 gün içərisində 3000-dən artıq erməni əskəri məhv edildi və İrəvan şəhərinə həmin günlərdə 3000-dən artıq erməni əskərinin cənazəsi göndərilmişdi. Ona görə də İrəvan şəhərində böyük qarşı durmalar yarandı. Adamlar hakimiyyətə qarşı mübarizə qalxdılar ki, döyüşlər dayandırılsın. Bu qardaş düzdür. Sonra da may ayında artı Məbəndənin döyüş meydanında geri addım atmağını görmədim. Qərar verəndə tərəddüd etmirdi, irəli deyəndə dönmürdü. Həmişə mən yaş kadrların xüsusiyyətlərin tavrın, döyüş ruhunu daha da artırırdı. Bizim gücümüz çox vaxt onun duruşundan gəlirdi. Hər gün Hümayət aramızdadır. İndi bugün Hümayət aramızdadır, sağdır. Və onun danışa biləcəyi çox tarix var. Bu təkcə keçmişdir. Gələcək nəsillərin öyrənməsi, ordunun yaddaşı, milli hərbi mədəniyyətinin bir parçasıdır. Hümayət, qardaşım, mən sənə şərəfli ömür hazırlayıram. İndiyə qədər şərəflə keçdi yollar var. İndən belə də Allah arzum var budur ki, nə qədər ömrün var, onu şərəflə yaşayasın. Bu döyüşlərdə Hümayətin demək olar ki, Qapanlı əməliyyatında biz 11 nəfər qalmışıq Qapanlıdan. O dediyimiz bütün briqadalar hamısı geri çəkilmişdi. Hümayət başda olmaqdan 11 nəfər qalmışdı. Deməli, mən istəyirəm ki, erməni kəndə girib, evləri bir yoxlaya gəlim. Mən dedim ki, kəndi qırağımla gedik. Gəldik, ermənlə qabıqlaşdıq. Qabıqlaşanda erməni atdı, bunlar çəkildilər. Mən qaldım, atışdım erməni. Attım, erməni bilməm, öldürdü, sakitlik yarandı. Sonra Hümayət gibi atışdı, mən çıxdım oradan. Yalan desem, Hümayət desem... AKM-lərlə vuruşuldu. Avtomatla. Bunlar giriblər kəndə. Biz elə bir kəndin o bir ev yerində çəksək daha yaxşı olardı. Daha gözəl olardı. Onların fikri vardı, üzr istəməz. Deməli, Qapanlıya geliblər. Şotlanlı, Yarımca, Seyid Sulanlarının da Qırmızı kənd olan. Onlar istəsəydi, sərbəst bizi öldürərdilər, sərbəst. Onlar rəqayətdə orada dedi ki, təslim olun, biz öldürməyəcəksiniz, onsuz heç yerə qaça bilməyəcəksiniz. Kənd də bizim əlimizdə, qabaq da bizim əlimizdə.
Açıqla güllələr necə ayağımızın altına yeri torpaqda hiss edirdik də. Amma ona baxmayaraq biz məcburiyyət qarşısında düşünüb qaçdıq öz mövqeyi. Rabitədə ondan əvvəl bu Asim məni çağırdı, mən zəmləyirdim. Düşmənin bir tankın T-55'i, 2 BMP-sin zəminin ortasına. Son 44 günlüğün qələbə gününə kimi o tanklar zəmində qalırdı, çağırılmamışdı. Onu SPG heyəti, General Elbrus Orucunun necə vurulmalıdır, nə öyrətmişdi heyətə bizə. Orada onlar tankı vurmuşdu. Həmin tanklar, düşmənin tankları 15'e yaxın texnikayla hücuma keçmişlər qapanı. Onlar gördü ki, 3 texnika vurulan istiqaməti dəyişdilər. Həmin yerlə. Aradan keçəndən sonra Asim mənə radsiyada çağırdı ki, bəs gəl, kənddə heç kim yoxdur, hamı çəkilir. Hamı çəkilib baxır. Gəldi, elən ki, biz qaydanda gördük ki, mövqe dəyişilib də, bizim mövqe dəyişilib, məcburiyyət qarşısında. İndi bilmirəm, nə cürsə komanda vermişlər, yoxsa erməni amma çox güclü miqyaslı hücuma keçmişdi. Bax, indi burada söhbət oldu, həm Asim o məsələ toxundu, həm İlyas müəllim toxundu, həm Himayət toxundu. İtkilər. Naxçıvanda xidmət edərkən təsadüfən mənə qismət oldu ki, mən 1994-cü ildə Ağdara ermənilərin Ağdara brigada komandiri Manuel Qriqoryanla görüşüm. Samuel Qriqoryan. Samuel Manuel'dir. O qəssab rəqəbi. Qəssab, bəli, onunla görüşüm. Onu mən yaralamışam, vurmuşam. Artıq bu dəfə nazir mavini idi o. Qəribə rəsulü, bax, müdafiə nazırı. Hərbi sizə komandiri. Gəlib gedirdi, bəli. Onu mən vurmuşam, yaralamışam. Orada günlərin bir günündə Buzqov istiqamətində əməliyyat aparanda orada gəlmişdi, biz onunla görüşdük və söz-söhbət nəsə belə düşdü tərtər döyüşlərində. Onda Manuel Qriqoryan etiraf etdi ki, 1994-cü ilin mart-may aylarında o istiqamətdə ermənilər 2500 nəfərdən artıq birbaşa ölüm vermişdilər, həlak olanlar olmuşdu və 5000-dən artıq yaralanan. Şuşa, Xankəndi, Ağdara 3 erməni briqadasından bir 250-300 nəfər salamat qalmışdısa, böyük şeydir. Və Asim qeyd etdiyi kimi ölənləri də xəttə belə olar döyüş bölgəsindən götürmürdülər. Cəmiyyət inandırırsınız ki, inanmırlar, Azərbaycanlılar bizimlə döyüşür. Deyirlər, Azərbaycan naimli ordu gedir. Amma Azərbaycanda naimli ordu yox. Fikirləri özlərinə gəlirdi. Ordunu onlar gətirmişdi. Gürcüstandakı ordunu gətirib yerləşdirmişdi. Piyada döyüş maşını orada vurulmuşdu və sollarından da biri o mənə sual verdi. Mən ona sual verdim, o mənə sual verdi. Mən soruşdu ki, səmimi cavab verdi. Keçib gedib də, həqiqətən də 94-cü ildə tərtər istiqamətində ancaq Azərbaycanla döyüşürdü və ya sizə kimsə kömək edirdi. Kim kömək elə bilərdi? Ancaq Azərbaycanlı. Muzullar, deyib, bəli, köməklər var idi. Kim? Mən dedim ki, bizi yaradan Allah köməklər. Haqq yolundaydıq. Bəli, biz orada qüvvəmizi toparlamışdıq və bizə köməklən ancaq Allah təala idi. Deyir, niyə sən bunu soruşursan? Deyir, nə qədər biz orada çalışdıq, nə qədər itki verdik. Deyir, elə olmuşdu ki, bir gündə 10-15 dənə tank, BMP, 500-600 nəfər həlak olan vermişdi biz. Ölüm vermişdi. Erməni generalı bunu etiraf edirdi. Bax, tərtərdə o dövrdə belə bir
ağır döyüşlər gedildi və o döyüşlər onunla tamamlandı ki, ermənilər bütün ehtiyatlardan istifadə etdilər, tam şəkildə hücum etməyə qüvvədən düşdülər və məcbur etdilər onları havadar edən, dəstək verən Rusları xahiş etsinlər ki, ateşkəs rejimi yalan olunsun. Məcbur oldular. Onu üzr istəyirəm, kəşfiyyata getdim. Deməli, getdim, erməninin dazorlu post deyirlər, qabaqdakı qazırlar. Getdim o posta girdim, boş idi. Bundan da bir 20 metr qabaqda bir post var. Post bizim səsimizdə bir dənə güllahdı. Erməncə mən biraz bilirdim, başa düşürdük də. Qayıtdı orada deyib, gedim, oradan sigaret gətirim də o bir postdan. 2 dənə saldatdı da. Bu getdi, qayıtdı, gəldi dedi, erməncə, qardaş, kambrik gəldi. Kambrik düz gəldi, Ağniva ilə, həmin o briqadiyos. Düz gəldi, postun üstündə çıxdı, düşdü, bir dənə ağ tulub giyinib belə. Bunu görür, gələn kimi bizi görür, belədir. Orada post var erməncə. Gülür yox. Dedi, ben adam durdu. Yani de ben kalktım. Kalkıp PKK'nın bunu vurdu. Burada əllər rəhmətli, dədirin qardaşı. Mənim qıçamdan tutdu, çəkdi. Çəkdi. Bunlar hamısı toyu töküldü Səngərə. Həmin dövrdə tarixini də deyirəm. 94-cü il yanvarın 4-də vurmuşam. Onu dəqiq tarifi... Komandirlərin. Qriqaryan. Onların bir dənə milli qəhrəmanı var. Mabel Qriqaryan. Çox belə. Onu sən Onu mən vurmuşam. O tərtərə çox belə güclü qruplarla gəlir. Onu mən elə 20 metrlikdən vurmuşam da. Prosta ayağımdan çəkir, həm də qaranlıq idi. Elə bir səhərə yaxın, saat 5 idi, 6 bax vur hadələr. Həmin gündə mən AKS-dən yaralandım. onlar da vurdu. Onlar da mənə vurdular. Vallahi belə bilsinizcə başqa yerə çıxmazsan. Hərdən oturub özümüzmə fikirləşirəm, deyirəm, həqiqətən də halal olsun bizim millətə. O qədər belə tərtərdə döyüşlər, savaşlar gedir kəndin içində, evlərin içində camaat çıxmır.